Rəqsanə xanım, sizinlə bağlı bir xəbər paylaşım edəcəm. Halallığın verin. Halallığın verin. Deyirsiniz ki, heç kim paylaşım etməsin. Mən sizinlə paylaşımı yaxşı mənada edirəm. Yəni, maşallah yaxşısınız, ayaqda durmağı bacarırsınız, ailəniz yanınızdadır. Yenə deyirəm, bu xəbərə görə mənə halallıq verin. Həbsdən azadlığa çıxan müğənni Rəqsanə İsmayılova sosial şəbəkələrdə yenidən gündəmə gəlib. İndi görək nəyə görə gündəmə gəlib? Təbii ki, istinad edən Milli.az-a. Onun qızı Aysun İsmayılova ilə birlikdə çəkilən yeni görüntüləri izləyicilərin marağına səbəb olur. Sözü gedən videoları Aysun öz şəxsi Instagram hesabının hekayə bölümündə paylaşıb. Ana balanın paylaşımı diqqət çəkmə. Elə bildim Rəqsanə xanım paylaşıb. Onda Aysun, sən də halallığı ver bu xəbərə görə. Dedim, Rəqsanə xanım belə etməz axı, belə səhvə yol verməz. O heç vaxt paylaşmaz hal-hazırdakı durumda. Görüntülərdə Rəqsanə və Aysun birlikdə gözəllik salonunu ziyarət edərək öz görünüşlərinə əl gəzdiriblər. Daha sonra onların alış-verişə çıxdıqları əks olunub. Yəni, rəylər yazılıb, yaxşı rəylər yazılıbdır. Paylaşımı da Aysun edibdir. Elə Mamyada, Balyada deyirəm, bu xəbərə görə mənə halallıq verin. Sarə Səfra Bahadırdan bu qədər.